Deməli, çoxsaylı hissələri nəzərə alaraq 9-cu sualı izah edirik. Deyir, hansı cümlədə zərf işləndiyini əminliklə söyləmək olar? Yəni, burada fikir verirsinizsə, A-dan E-yə qədər əvvəl sözünü istifadə ediblər. Əvvəl bilirsiniz ki, bir qoşuma kimi çıxış eləyir, bir də zaman zərfi kimi çıxış eləyir. Gəl, indi baxaq. Deyir ki, çantadan əvvəl bizə amma yalnız zərf işləndiyini əminliklə söyləyir. Yəni, qoşuma kimi düşünə bilməyək biz onu. Çantadan əvvəl pulqabıyı çıxartmaq olar da. Düzdür, qoşuma kimi düşünə bildim. Avtomatik olaraq A variantı çıxacaq. Çünki çantadan əvvəl pulqabını çıxartmaq mümkündür. Yəni, burada ancaq məzmuna diqqət eləmək lazımdır. Şkafdan əvvəl çamadanları götürə bilərsən də. Düzdür, birinci çamadanı götürürsən, sonra şkafı götürürsən. Burada da görürsən, qoşuma kimi düşünmək mümkündür. Daha sonra C variantına baxaq. Deyir, qapıdan əvvəl pəncərələri açdılar. Burada da heç bir problem yoxdur. Pəncərə açıram, sonra gedib qapını açıram. Görürsünüzmü? Burada da həmçinin qoşuma işləndiyini söyləyə bilərəm. Deyir, otaqdan əvvəl müəllim çıxdı. Bir dənə burada məzmunu axtarın. Yəni, otaqdan əvvəl deyir, müəllim çıxdı. Otaq bəyəm insan zatda yeriyib çıxsın. Mümkündür belə bir şey. Deməli, biz bunu qoşuma kimi düşünə bilmirik. Otaqdan əvvəl müəllim çıxdı. Məsələn, əvvəl Aysun çıxıb, sonra isə müəllim çıxdı. Görürsünüzmü? Burada nədir? Ancaq zaman zərfi funksiyasında düşünmək olur. Yəni, biz bunu, belə deyək də, qoşuma kimi düşünməyimiz qeyri-mümkündür. Çünki otağın ayağı yoxdur ki, durub yeriyib harası geçsin və yaxud çıxsın. E variantına baxaq, deyir, fizikadan əvvəl riyaziyyat dərsi başlayır. Bəli, çox təbii bir haldır. Əvvəl, məsələn, riyaziyyatı keçərəm, sonra fizikanı və yaxud fizikanı və yaxud da ki, riyaziyyat. Burada da heç bir problem yoxdur. Qoşuma kimi düşünmək mümkündür. Cavab D variantı.